22-ci hissə Minervanın bayquşu Georg Hegel Minerva bayquşu yalnız qaranlıqda uçur. Georg Wilhelm Friedrich Hegelin baxışı belə idi. Bəs bu nə deməkdir? Əslində, Hegelin əsərləri ilə tanış olan oxucular bu sualı özlərinə tez-tez verirlər. Onun əsərləri qəlizdir. Bunun səbəbi əsas etibarilə Kant kimi onun da abstrakt anlayışlarla yazması və özünün ixtira etdiyi terminlərdən istifadə etməsidir. Heç kim və güman ki, Hegelin özü də bu yazıları tam anlaya bilməmişdi. Bayquş haqqındakı bu fikir isə onun ən asan anlaşılan fikirlərindən biridir. Minerva bayquşu yalnız qaranlıqda uçur. O deməkdir ki, müdriklik və anlayış bizə yalnız yaşlanandan sonra dönüb geriyə artıq baş vermiş hadisələrə baxanda gəlir. Gündüz baş vermiş hadisələri gecə düşəndən sonra xatırlayıb analiz etməmiz kimi. Minerva Roma mifologiyasında müdriklik ilahəsidir və çox zaman müdrik bayquşla assosiasiya edilir. Hegelin müdrik və ya axmaq biri olması kifayət qədər mübahisəlidir, lakin onun nüfuzlu olmasına şübhə yoxdur. Və onun tarixin müəyyən bir qayda ilə açılması fikri Karl Marx'ı ruhlandırmış və Marx'ın ideyalarının yayılması ilə 20-ci əsrin əvvəllərində Avropada baş verən hadisələrin gedişatına böyük təsir göstərmişdir. Hegel eyni zamanda bir çox filosofları qıcıqlandırırdı. Hətta bəziləri Hegelin mövzuların yanlış izah edilməsinə dair nümunə kimi göstərirdilər. Bertrand Russell ona ikrah hissi duyurdu. Ayer isə Hegelin cümlələrinin əksəriyyətinin ümumiyyətlə heç bir məna kəsb etmədiyini bildirirdi. Ayerə görə Hegelin yazıları məna yükündən və hər hansı dəyərdən məhrum idi. Peter Singer də daxil olmaqla, digər filosoflar isə onun düşüncələrinin dərin olduğunu iddia edirdilər. Yazılarının çətin anlaşılmasını isə oradakı dərin məna və orijinallıqla əlaqələndirirdilər. Hegel 1770-ci ildə indiki Almaniya ərazisindəki Stuttgart şəhərində doğulmuşdu və monarxiyanın devrilib yeni respublikanın qurulduğu Fransa inqilabı dövründə yaşamışdı. O, bu hadisəni möhtəşəm şəfəq adlandırmış və tələbələri ilə birlikdə bu hadisənin xatirəsinə ağac əkmişdi. Siyasi sahədə qeyri-stabillik və radikal dəyişikliklər onun bütün həyatına təsir göstərmişdi. Fundamental ehtimalların dəyişdirilə biləcəyini, həmişəlik düzəldilə biləcək şeylərin əslində düzəldilməyə ehtiyac duymadığını düşünürdü. O, bu malik olduğumuz ideyaların yaşadığımız zamanla bilavasitə əlaqədar olması və öz tarixi kontekstindən kənarda anlaşılmayacağı qənaətinə səbəb olmuşdu. Yaşadığı dövrdə Hegel tarixin kulminasiya nöqtəsinə çatdığını düşünürdü. Şəxsi həyatda o, cəhalətdən məşhurluğa qədər ucala bilmişdi. İş fəaliyyətinə zəngin ailədən müəllim kimi başlamış və sonralar məktəb müdiri, ən nəhayət Berlin Universitetinin professor olmuşdur. Kitablarının bəzisi tələbələrinə onun fəlsəfəsini anlamaqda kömək edəcək mühazirələrdən ibarət idi. Dünyasını dəyişdiyi vaxt zəmanəsinin ən məşhur və ən sevilən filosoflarından idi. Mətnlərinin nə qədər mürəkkəb olduğu nəzərə alınarsa, bu son dərəcə heyrətamiz idi. Təşəbbüskar tələbələrdən ibarət qrup özünü onun fəlsəfəsini anlamağa, siyasi və metafizik baxışlarını izah etməyə həsr etmişdi. Immanuel Kantın metafizikasından təsirlənən Hegel, sonradan Kantın nominal həyatın, fenomenal həyatın o biri üzündə yerləşməsi barədə fikrini inkar eləmişdi. Reallığın bizim qavramamızdan kənarda olduğunu qəbul etmək əvəzinə, o, düşüncənin dəyişdiyi reallığın məhz əsl reallıq olduğu nəticəsinə gəlmişdi. Ondan kənarda heç nə yoxdur. Lakin bu, reallığın dəyişməz olması anlamına da gəlmirdi. Hegelə görə hər şey daimi dəyişmə prosesindədir və bu dəyişmə inkişaf formasında gedir. Bizim özünüdək prosesimiz isə hansı dövrdə yaşamamızdan asılıdır. Bütün tarixi əzilib yumrulanmış kağız formasında təsəvvür edin. O, tam açılmayana kimi orada nə yazıldığını biz anlaya bilmirik və tam açılmayana qədər sonuncu sətirdə nə yazıldığını öyrənə bilmirik. Onun necə açılması isə müəyyən qanuna uyğunluq üzrə gedir. Hegelə görə reallıq özünü dərk istiqamətində daimi hərəkətdir. Tarix də öz-özlüyündə qeyri-müəyyən bir vəziyyətdə deyildir. O, nəyəsə doğru gedir.
Dönüb geriyə baxanda biz onun müəyyən qanuna uyğunluq üzrə inkişaf etdiyini görürük. İlk dəfə eşidəndə bu ideya bizə qəribə gələ bilər. Düşünürəm ki, bunu oxuyanların çoxu Hegellə razılaşmayacaq. Biz çoxumuz tarix haqda Henry Fordun dediyi fikirlə razıyıq. Ardıcıl düzülmüş mənasız hadisələr silsiləsi. Tarix plansız şəkildə, amma ardıcıl düzülmüş hadisələr seriyasıdır. Biz tarixi öyrənə, hadisələri doğuran səbəbləri aşkar edə və gələcəkdə baş verə biləcək hadisələri öncədən təxmin edə bilərik. Lakin bu o demək deyil ki, tarix Hegelin düşündüyü kimi hansısa bir qanuna uyğunluq üzrə hərəkət edir. Onun məqsəd yönlü bir şəkildə hansısa istiqamətə yönəlməsi də mütləq deyildir. Zamanla özünü dərki isə heç deyildir. Hegelin tarixi araşdırması onun fəlsəfəsindən ayrıca mövcud deyil. Onun fəlsəfəsinin bir hissəsi, hətta əsas hissəsidir. Onun üçün tarix və fəlsəfə ayrılmazdır. Və hər şey daha mükəmməl bir nəticəyə doğru gedir. Bu isə orijinal bir ideya deyildir. Çox zaman din də tarixin hansısa son nöqtəyə doğru, İsa Məsihin ikinci mövluduna bənzər hansısa hadisəyə doğru getdiyini deyir. Hegel xristiyan idi, lakin ortodoksallıqdan uzaq idi. Onun üçün son nəticə İsa Məsihin ikinci zühuru deyildi. Hegelə görə tarixin son məqsədi heç kəsə bəlli deyildir. Bu məqsəd ruhun özünü dərkə, məntiqlə, həm də tədricən getməsidir. Bəs ruh nədir? Və onun özünü dərki nə deməkdir? Alman dilində ruh Geist adlanır və onun dəqiq mənası ilə bağlı alimlər hələ də mübahisə edirlər. Bəziləri onu düşüncə kimi tərcümə edir. Hegel isə güman ki, ruh deyəndə bütün insanlığın vahid düşüncəsini nəzərdə tuturdu. Hegel idealist biri idi və o, bu ruhun və ya düşüncənin fundamental olduğunu və öz təzahürünü məhz fiziki dünyada tapdığını düşünürdü. Hegel tarixi fərdi azadlığın tədricən inkişafı kimi qəbul edirdi. Biz fərdi azadlıqdan hər kəsin ictimai həyata öz töhfəsini verəcək tərzdə siyasi düşüncələrini sərbəst şəkildə ifadə edə biləcəyi azad bir dünyaya doğru hərəkət edirik. Düşüncə tərzimizdə tərəqqinin bir yolu, ideya və onun əksi arasındakı toqquşma idi. Öz dialektik üsuluna riayət etməklə Hegel bizim həqiqətə yaxınlaşa biləcəyimizə inanırdı. İlk öncə kimsə bir ideya, nəzəriyyə irəli sürür. Bundan sonra o özünə zidd olan başqa bir ideya ilə, yəni onu sınağa çəkən ideya ilə qarşılaşır. Bu iki ideyanın mübarizəsindən daha mürəkkəb üçüncü ideya meydana gəlir və o əvvəlki iki ideyanı özündə sintez edir və əksər hallarda bu prosesin yenidən başlamasına səbəb olur. Yeni sintez tezisə çevrilir və onun əleyhinə təkrar antitezis ortaya atılır. Bütün bunlar ruhun özünü dərki baş verənə qədər durmadan davam edir. Tarixin əsas sıçrayışı isə ruhun öz azadlığını dərki sayəsində baş verir. Hegel bu prosesi qədim Çin və Hindistanda tiranların hakimiyyəti altında yaşayan, öz azadlığını dərk etməyən insanlardan başlayaraq öz zəmanəsinə qədər izləmişdi. Şərqlilər üçün yalnız ali rəhbər azadlığa malik idi. Hegelə görə adi insanların isə azadlıqdan ümumiyyətlə xəbərləri yox idi. Qədim farslar azadlıq anlayışından nisbətən ağıllı idilər. Yunanlar onları məğlub etmişdilər. Bu isə həmin ölkədə progresə səbəb olmuşdu. Yunanlar və Romalılar azadlıq barəsində özlərindən əvvəlki insanlardan daha geniş məlumata sahib idilər. Lakin yenə də bu cəmiyyətlərdə qullar var idi. Bu isə onların bəzi fərdlər istisna olmaqla ümumilikdə bütün bəşəriyyətin azad olmasına razı olmadıqlarını göstərirdi. Özünün məşhur Ruhun Fenomenliyi adlı kitabında o, ağa ilə onun qulları arasındakı mübarizəni təsvir edir. Ağa özünün yetkin fərd kimi qəbul edilməsini istəyir və bunun üçün qula sahib olmağa ehtiyac duyur. Bu zaman o, qulun da qəbul edilməyə ehtiyac duyması ilə əsla hesablaşmır. Bu cür qeyri-bərabər münasibət onlar arasında mübarizəyə və birinin həlakına yol açır. Bu isə özünü məğlub etmədir. Ən nəhayət, ağa və qul bir-birlərinə ehtiyac duyduqlarını, bir-birlərinə hörmət bəsləməli olduqlarını anlayırlar. Hegel isə iddia edirdi ki, yalnız xristiyan dininin yayılmasından sonra dünyada mənəvi azadlığın dəyəri ortaya çıxmışdır.
Onun öz zəmanəsində tarix öz məqsədini, hədəfini dərk etmişdir. Ruh öz azadlığını anlamış və bunun da nəticəsində cəmiyyət məntiqə uyğun şəkildə qurulmuşdur. Bu məqam Hegel üçün çox vacib idi. Həqiqi azadlıq yalnız düzgün qurulmuş cəmiyyətdə formalaşa bilər. Hegeldə oxucuların çoxunu narahat edən məsələ, onun təsvir etdiyi ideal cəmiyyətdə azadlıq naminə cəmiyyətin iradəsi ilə hesablaşmayan insanların bu cür rasional həyat tərzinə məcbur edilməsi idi. Onlar Russo'nun paradoksal ifadəsinə görə azad olmağa vadar edilməli idilər. Tarixi araşdırmasının ən son nəticəsi Hegelin özünün real aləmin quruluşunu dərk etməsi olmuşdu. Kitablarından birinin son səhifələrində buna nail olduğuna dair bir təəssürat vardır. Bu, ruhun ilk dəfə özünü dərk məqamıdır. Platon kimi Hegel də filosoflara xüsusi məqam ayırırdı. Yadınızdadırsa, Platon, ideal dövlətin filosof krallar tərəfindən idarə edilməli olduğunu bildirirdi. Hegel isə filosofların özünü dərkdə də elə bir həddə çatmasını arzulayırdı ki, həmin səviyyədə reallığı və tarixi anlaya bilsinlər. Bu, Delfidə Apollonun məzar daşına həkk edilən sözləri yada salır. Özünü dərk et. O, bəşəriyyətin başına gələnləri məhz filosofların görüb anlayacağına ümid bəsləyirdi. Onlar dialektikanın tədricən oyanışa səbəb olduğunu anlayırdılar və qəflətən hər şey onlara əyan olur və beləcə bütün insanlıq tarixi dərk olunur. Beləcə ruh özünü dərkin yeni növbəti mərhələsini adlayır. İstənilən halda bu bir nəzəriyyədir. Hegelin bir çox pərəstişkarları var idi, lakin Arthur Schopenhauer onlardan biri sayılmırdı. O, Hegel'i ümumiyyətlə filosof hesab etmirdi, çünki onun məsələlərə yanaşmasını yetərincə ciddi və səmimi saymırdı. Schopenhauer üçün Hegelin fəlsəfəsi cəfəngiyatdan başqa bir şey deyildi. Hegel isə öz növbəsində Schopenhauer'i xəsis və cahil biri adlandırırdı.